Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra birinci xanım Mehriban Əliyeva ümummilli liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə güldəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu.